Hər birinizi xoş gördük əziz şagirdlər və dəyərli yoldaşlar. Bugün biz 13 aprel 9-cu sinif buraxılış imtahanını izah edəcəyik. Gəlin başlayaq 57-dən. Düzbucaqlının uzunluğunu 20%, enini uzunluğunu 40%, enini 20% azaltdıqda sahəsi necə dəyişər? Götürək ki, hər birinin uzunluğu olsun 20, eni olsun 10. 40% azaltmaq 60%-ni tapmaq deməkdir. Bu mənə verəcək nəyi? 12-ni. Uzunluğunu da 20% eləsək olur 80 bölək 100. Bu da olacaq nəyə? 80. Əvvəlcə sahə 20 vuraq 10. Yəni 200 idi. İndi sahə 12 vuraq 8. Yəni nə qədərdir? 96-dır. Bu 100%-dirsə 96-ın x faizdir. Bu olacaq mənə 48. Nə qədər azaldığını soruşur. Neçə faiz azalar soruşur. 52% A variantıdır cavab. 58-ə baxsaq, deyir ki, bir saniyə, kubun tirini 2 dəfə azaltsaq, kubun həcm düsturu A kubudur. Ona görə 2-nin kubunu tapırsınız 8 dəfə. A variantıdır. 59-cu suala nəzər salsaq, buranın 90-lığını verib, buranın 25-liyini verib. 90 ilə 25-i toplayacaqsınız, eləyəcək 115 dərəcə. Opşusu 180 olduğu üçün 180-dən də 115-ə çıxacaqsınız. AOD-ni soruşur. Eləyəsidir sizə 65 dərəcə. 60-cı suala baxsaq, baxın, mən nə edirəm? M kvadrata çıxaq M-in, çıxaq 5N üstə gələk 5M. Sadəcə yerlərini dəyişdim. Buna nəzər salsaq, baxsaq, hər ikisindən M ortaq çıxartsam, eləyəcək M çıxaq N. Hər ikisindən də 5-i ortaq çıxartsam, müsbət 5-i çıxartsam, M çıxaq N qalacaq. Aşağında 5 çıxaq M və 5 üstə gələk M kimi yazsaq. Yuxarıdan M üstə gələk 5, M çıxaq N. Aşağıda 5 çıxaq M və 5 üstə gələk M. 5 üstə gələk M-lər getdi. M çıxaq N yuxarıda qaldı. 5 çıxaq M aşağıda qaldı. B variantı. Davam edək 61-ci sualdan. Tənlikdir, bu bildiyimiz stabil həll yollarındandır. 6. 3 bu tərəfə keçəndə bölmə olaraq keçəcək. 6 bölək 3 bərabərdir 2. X-i tapanda 2 ilə 2-ni toplayasıyam, eləyəcək 4. C variantı. 62-ci sualda nədir məsələ? 2x üstə gələk y bərabərdir 0. X çıxaq y bərabərdir 6. 6 toplasam bunlar gedir. 3x bərabərdir 6-ya və x bərabərdir 2-yə qalır. 63-cü suala baxsaq, variant yoxlamaq lazımdır 63-də. Yoxlayaq, məsələn, A variantını qoyaq. Mənfi 2-ni 6-ya vurub üzərinə 6 gələndə bu eləyəcək mənfi 6. Misalda 0 verib. B variantını yoxlasaq, mənfi 2-ni 4-ə vurub üzərinə 6 gələndə sizə mənfi 2 eləyəcək, amma 9-u verib. Mənfi 3-ü qoysam, mənfi 3 üstə gələk 6, bu eləyəcək 12. Amma D variantını qoysanız düzgün çıxacaq. Vuraq mənfi 5 üstə gələk 6 bərabərdir 16-ya. D variantıdır cavab. 64-də 18 və 36 bir-birinə bölündüyü üçün əkob 36-ya bərabər olacaq. 10 və 11 qarşılıqlı sadə ədəd olduğu üçün və qarşılıqlı sadə ədədlərin əbubu 1-ə bərabər olduğu üçün bunların cəmi 37 olacaq. Y variantı. 65-ə baxsaq, çarpaz da vura bilərsiniz. Çarpaz vurmadan da həll edə bilərsiniz əslində. Çarpaz vurmadan ən rahat üsulu hər ikisini 3-ə bölsəm qalacaq 5-də 7. X olasıdır 7. 66-da ilk 10 dənə ədəddən neçəsi sadədir? 2 sadədir, 3 sadədir, 5 sadədir və 7 sadədir. Yəni 4 dənəsi. Bu da eləyəsidir 5-də 2 Y variantı. 67-yə nəzər salaq. Buranı sizə verib 22, buranı sizə verib 28. Əziz şagirdlər, burada proses nədən ibarətdir? Əslində bir neçə üsulla yaza bilərsiniz, amma gəlin ən basit üsullarına baxaq. Bura x desəm, bura avtomatik 2x olacaq və bu üçünün cəminə bərabərdir. Yəni 22 üstə gələk 28 üstə gələk x bərabərdir 2x-a. Buradan x bərabər olacaq 50 dərəcəyə. A variantı. 68-ə baxaq. 12 olan kvadratın perimetr düsturu 4A düsturudur. 12-ni vurursunuz 4 eləyəcək 48. 60-a baxaq. 56 vuraq mənfi 15. Aşağına hesablasaq 14 vuraq mənfi 30. Bu ikisi ixtisar getsə 2-də 1 qalacaq. Bu ikisi ixtisar getsə 4 bölək 2, o da eləyəcək 2Y variantı.
70'ə baxsaq, hər ikisindən ortaq x üstəgələ y-i çıxartsaq, qalacaq c çıxaq d. Cavab olacaq x üstəgələ y və c çıxaq d. A variantı. 71'ə baxsaq, əvvəlcə A kəsişmə B hər ikisində ortaq olana baxırıq. 1 var, 2 var və 5 var. Və C çoxluğunda buradan çıxası olsaq, buradan 1 gedəcək. Sadəcə 2 və 5 qalacaq B variantı. 72'də bu açsaq, 10A üstəgələk B, üstəgələk 11B, üstəgələk A bərabərdir 88. A çıxaq B-yə. Gəlin belə eləyək. Bu 11 A üstəgələk B bərabərdir 88. A çıxaq B-dir və hər ikisi də 11'ə bölünsə burada qalacaq 8. A üstəgələk B bərabərdir 8. A çıxaq 8 B-yə. Buradan A-nı bu tərəfə keçirsəm, B-ni bu tərəfə 9B bərabərdir 7A qalacaq. B bərabərdir 7K-ya, A bərabərdir 9K-ya. AB 2 rəqəmli ədədi deyir 97 olacaq. Sonra 73'ə baxsaq, qarşı səpələrini baxın. Qursaq, biri buradadır. Biri 8 və -8, yəni bu hissədədir. 8 və -8. Biz buradan əslində bir neçə yandan gedə bilərsiniz. Nədir? Bu hissə 8, bu hissə -8. Yəni bu məsafə sizə 8'i verəcək. Kvadratın tərəfi 8 olduğu üçün 8'in kvadratı 64 ilə tapa bilərsiniz. Bir digərdə nə ilə tapa bilərsiniz? Bu məsafəni taparsınız. Kök altında x-in kvadratı üzərinə gəlsin y-in kvadratına görə. Kök altda eləyəcək sizə 128. O da bir saniyə 8 kök altda 2. Sonra diagonal d kvadratı bölü 2 düsturundan 64 vuraq 2 bölü 2 ilə tapa bilərsiniz 64'ü. Hər iki ondan düzgün gedir. 74'də vuraq. 2'yə vuranda elə üzərində gedək. Bundan bu gedəcək, bu gedəcək və bunu 2'yə vurmuş olacaqsınız. O eləyəcək 2 tam %85'in kvadratı üstə gələk 7 tam %15'in kvadratı üstə gələk 2 vuraq 2 tam %85, 7 tam %15. Bu da sizə kvadrat üstə gələk A üstə gələk B-nin kvadratının düsturuna görə 2 tam %85 üstə gəlsin 7 tam %15'in kvadratını verir. O da bizə 10'un kvadratı, yəni 100'ü verəcək. 75'ə baxsaq, ifadənin ən kiçik olması üçün ortaq olanın ən böyük olması lazımdır. Ortaq olan y-dir. Y-ə 6 versəm, x-a 1 versəm, z-ə də 3 çıxacaq, avtomatik cəm 10 olacaq. Ən böyüyü də tapsaydı y-ə 1 verib hesablayacaqdınız. Ümumiyyətlə, oxşarlıq misalda 76-cı sual. Oxşarlıq misalında bilirik ki, perimetrlərin nisbəti kvadratikdir sahələrin nisbətinə. Ona görə birinin perimetri 9'dur. O birisinin perimetrini bilmirəm. Bu kvadratikdir 16'ya. 16'da 1'ə. Gəlin belə eləyək. Bu tərəfi kökün altına salaq. 9 bölü x bərabərdir 4'də 1'ə və x bərabər olur 36'ya. Perimetri 36'dır. Bərabər tərəfi üçbucağın perimetri düsturu 3a idi. Buradan a bərabərdir 12 çıxacaq. Cavab olacaq 12. 77-ci sualda x və y 5 çıxaq 2 kök altı 6. 5 üstə gələk 2 kök altı 6. A kvadrat üstə gələk b. A kvadrat çıxaq b kvadratına görə 25 çıxaq 24. Aşağıda da bunun cəmini tapsam. Və 5 üstə gələk 2 kök altı 6. Bunlar gedəcək, eləyəcək 1 bölək 10. 0,1. Gələk 78-ci suala. Deyir ki, 2 yeşikdə birlikdə 50 kiloqram qənd var. Hər gün birinci yeşikdən 3 kiloqram. Aha, birinə götürək x, o birisinə götürək y. Cəmi 50'dir, eləmi? Baxın, hər gün 3 kiloqram götürülürsə, 6 gündə 18 kiloqram götürüləcək. Hər gündə 2 kiloqram götürülürsə, 6 gündə 12 kiloqram götürüləcək. Buradan y bu tərəfə atsam, 18 bu tərəfə getsə, x çıxar y bərabərdir 6'ya. X üstə gələ y bərabərdir 50'ya. Buna da nəzər salsaq, əgər biz 6-6 toplasam, 2x bərabərdir 56'ya və x bərabərdir 28'ə. Elə birinci yeşik. 9'a nətər gedirik? Baxın, 15 qəpik, 12 qəpik. Deməli, bir dənəsindən, bir şardan 3 qəpik xeyir götürür. Elə deyilmi bu adam? Baxın, mənə nə deyir? X dənə şarım var. 3x qəpik xeyir götürməlidir onda bu adam. Amma 5 dənəsi partlayıbsa, bir dənəsini 12 qəpikdən almırdı. 5'i vurursunuz 12'yə. Deməli, 60 qəpik bu adam ziyandadır. Və deyir ki, bu 6 manatdan
6 manat yaza bilməzsiniz. Çünki bu qəpiklədir. Ona görə 600 yazmaq lazımdır. Buradan 3x böyükdür 660-a və x böyükdür 220-dən cavab olacaq 221 dənə. Bir dənə. Sənə baxsaq, deyir ki, düzbucaqlı üçbucağın bu katetini x götürək. Deyir ki, bu ondan 2 cm kiçik, bu da ondan 2 cm böyükdür. Pifagor teoremi ilə x üstə gələk 2-nin kvadratı bərabərdir. X-in kvadratı üstə gələk x çıxar 2-nin kvadratı. Buradan x kvadratı üstə gələk 4x üstə gələk 4 bərabərdir. X kvadratı üstə gələk x kvadratı çıxaq 4x üstə gələk 4. Buradan 4'lər gedəcək, x kvadratları gedəcək, qalacaq x kvadratı çıxaq 8x bərabərdir 0-a. Buradan tənliyi x çıxaq 8 şəklində yazsam, x-in 1 0-a bərabər olur, x-in 1 8-ə bərabər olur. Tərəf 0 ola bilməz deyə 8 olur. Hipotenuzun soruşur 10 santim. 81-ə nəzər salsaq, baxın, mənə bir yarım çevrə verib, şəkli yaxşı çəkmədik, bir saniyə. Mənə bir yarım çevrə verib, bir də belə bir şey verib. Və deyir ki, bu nöqtələr mərkəzdən keçir. Uşaqlar, baxın, deyir ki, BC qövsünün, yəni bu qövsün uzunluğu, BC qövsü yarımdır. Niyə? Çünki mərkəzdən keçib, diametrdir. Ona görə 2 piyerin yarısı, yəni piyerdir. Piyer 4 piyə bərabərdirsə, radiusun 4-ə bərabərdir. Deməli, bura 4-dür. İndi nəzər salaq bura. Burada 4'dür də, çünki radiuslar bir-birlərinə bərabərdir. Burada 6'dır. Mən bu üçbucağın sayısını tapmaq istəsəm, 6'nı vuracam ümumi 8'ə böləcəm 2'yə, eləyəcək 24. Amma məndən ümumi fiqurun sayısını soruşduğu üçün mən nə edirəm burada? Ümumi fiquru nə edəcəm? Toplayacam. Buna əsasən də indi nə edirəm? Üçbucağın sayısını tapdım. İndi gəlin bu yarım dairənin sayısını tapaq. Yarım dairənin sayısını tapanda da nə edirsiniz? Piyer kvadratı deyil, yarım dairə, ümumiyyətlə çevrənin sayısı. Bunu 2'yə böləcəm. Pi r-in kvadratı 4'ün kvadratı bölək 2. Böyləcə pi vuraq 16 bölək 2, yəni 8 pi. Aha, yarım dairənin sayısı 8 pi, üçbucağın da sayısı 24. Bunların cəmi.